Salam əziz abituriyentlər, bu gün sizlərlə dibin coğrafiya fənni üzrə keçən il təşkil etdiyi ikinci şans qəbul sualları ilə qarşınızdayım. Bu sualların izahlarına baxdıqca həm biliklərini təzələnmiş olacaqsınız, həm də yeni məlumatlar əldə etmiş olacaqsınız. Suallarımızın izahına keçək. 54-cü sualda deyilir, ölkədə hər 1000 nəfərə düşən təbii artım 6 nəfər, əhalinin illik təbii say artımı isə 14,4 min nəfərdir olmuşdur. Ölkə əhalisinin sayını hesablayın milyon nəfərlə. Yəni bura diqqət eləyək, milyon nəfərlə. Ölkədə hər 1000 nəfərə düşən təbii artım 6 nəfər. Bunu qeyd edək. Hər 1000 nəfərə 6 nəfər. İllik təbii say artımı isə 14,4 min nəfər. Yəni ümumi əhali sayına görə artım 14.400 nəfər. Ümumi əhali sayını tapaq. Bunun üçün tənasib qururuq. X bərabərdir 1000 vurulsun 6-ya. Daha doğrusu tənasibin şərtini görə 1000 vurulsun 14.400-ə bölünsün 6 nəfərə. 144-dən 6-nı ixtisar aparsa, burada 24, yanına 5-0 yazmaqla, yəni ümumi əhali sayının 2.400.000 nəfər, yəni 2,4 milyon olduğunu tapmış olduq. 2,4 milyon. 55-ci suala keçək. 55-ci sualda deyilir. Xəritə sxemdə ştrixlənmiş ölkələrə aid olan ümumi əlamətləri müəyyən edin. Bu ölkələrə baxsa, biri Braziliya, ikincisi Kongo Demokratik Respublikası, üçüncüsü isə Hindistandır. Və bu ölkələr üçün ümumi olan əlamətlərə baxaq. Suburbanizasiya prosesi intensivdir. Xeyr, bunlar inkişaf etməkdə olan ölkələrdir. Burada suburbanizasiya yox, yalançı urbanizasiya aktiv olacaq. Respublika idarəetmə formasına malikdir. Bəli, bu doğrudur. Hər üç ölkə respublika idarəetmə formasına malikdir. İntensiv kənd təsərrüfatına malikdir. Xeyr, bu ölkələrdə ekstensivdir. Hazırda intensivə doğru meyil var. Xidmət və elm sahələrin payı yüksəkdir. Xeyr, bunlarda xidmət və elm sahələrin payı yüksək deyil. Təsərrüfatında bir ikinci sektorlar üstün təşkil edir. Bəli, bir ikinci sektorlar bu ölkələrin hazırki xarakterik xüsusiyyətidir. Əhalinin yaş tərkibində də uşaqların payı yaşlarla müqayisədə çoxdur. Bəli, əhalinin yaş tərkibinə nəzər salsaq, həqiqətən də uşaqların payı digər inkişaf etmiş ölkələrə nisbətən daha çoxdur. Düzgün cavab variantımız 2, 5 və 6. 56-cı suala keçək. Cənub yarımkürəsində olan müşahidəsi günorta vaxtı günəşin zenit vəziyyətinin özündən cənubda olduğunu müəyyən etdi. Müşahidəsində ola biləcəyi coğrafi koordinatları müəyyən edin. Buna baxaq. Qeyd eləyək növbədə ekvatoru və ekvatordan cənubda günəşin zenit vəziyyətinin hansı enliyə doğru olduğunu qeyd edək. Enliyə doğru maksimum ola biləcəyini qeyd edək daha doğrusu. Burada nəzər yetirsək, özündən cənubda olduğunu müəyyən edici günəşin zenit vəziyyətini. Burada elə məntəqələr götürməliyik ki, onlar cənubda oldu. Zenit vəziyyətinin cənubda görmələri, yəni zenit 90 dərəcə. Maksimum bucaqla 90 dərəcə ilə. Bura baxsaq, özündən cənubda oldu, zenitdə olduğu məntəqələrini görmək üçün hansı enliklər seçməliyik? 45 dərəcə enlik olmaz, 45 dərəcə enlik zeniti özündən şimalda görür, bu olmaz. 30 dərəcə enlik də olmaz, bu da özündən şimalda görür. 10 dərəcə enlik bəli olar, burada təxmini buradan qeyd eləsək, 10 dərəcə özündən cənubda zeniti görür. Düzgün cavab variantımızdan biri 10 dərəcə cənub enliyi. İkincisinə, dördüncüsünə baxaq, 35 də cənub enliyi. Xeyr, bu da özündən şimalda görəcək, özündən zenit vəziyyətin. 15 də cənub enliyi bəli olar, 15 də cənub enliyi özündən cənubda görəcək zenit vəziyyətini. Və 5 də cənub enliyi, bu da düzgün doğru cavab variantımızdır. Özündən cənubda zenit vəziyyətini görəcək. Düzgün cavab variantımız 3, 5, 6. 57-ci suala keçək. 3 ada qeyd olunub və bu adalar üçün xarakterik xüsusiyyətlərə baxaq. Aşağıdakı variantlara baxaq. A. Aralıq dənizində yerləşir. A variantına deyilir. Aralıq dənizində yerləşən Sardiniya adasıdır. Sonra B. Sahilləri iki okean suları ilə yuyulur. Bu İslandiya adasıdır. Sakit xeyr. Şimal buzlu və Atlantik okean. Okean və materik tipli litosfer tavuların toqquşma zonasında yerləşir. Bu Yapon adalarına aiddir. Ərazisində yayılmış iqlim qurşağı
tiplərə bölünmür. Bəli, bu da İsland adasına aiddir. Ərazisində yayılmış iqlim qurşağı tiplərə bölünmür və aid olduğu ölkə növbəti sonuncu variant teokratik monarxiyadır. Burada teokratik monarxiyaya aid olan bir ölkə və yaxud da onun bir adası qeyd olunmuyor. Düzgün cavab variantımız 1B-dir, 2A, 3C. Situasiya tipli suallara keçək. Situasiyanı oxuyaq. Deyilir, A çayı inkişaf etmiş ölkələrin ərazisindən axır. Çayın erosiya bazisi körfəz coğrafi mövqeyinə görə isə dənizlərə uyğun gəlsə də, yanlış olaraq körfəz adlandırılmışdır. Bu ilk növbədə oxusaq, yanlış olaraq körfəz adlandırılandan variantları nəzərə salsaq, buna deyə bilərik Meksika körfəzini misal üçün və Meksika körfəzinə də uyğun gələn o hövzəyə axan eroziya basisi olan bir çay Mississippi çayı olacaqdır. Bura qeyd eləyək Mississippi çayı. Və çayın yerləşdirici 4 fəsil aydın müşahidə olunur. Aşağıdakı situasiyanı oxuduqdan sonra onun düzgün suallarını cavablandırılmasına keçək. Mətn əsasən A çayının töküldüyü körfəzi, mənsəbinin formasını və çayın yerləşdiyi yarımkürələri müəyyən edin. A çayına töküldüyü körfəz Meksika körfəzi olacaqdır. Biraz əvvəl dediyimiz kimi Meksika körfəzi. Mənsəbi çay töküldüyü hövzədə qollara ayrılır. Delta. Delta bunu yanlış qeyd elədim. Və çayın yerləşdiyi yarımkürələr. Çayın yerləşdiyi yarımkürələr şimal və qərb yarımkürələri olacaqdır. Əlli 9-cu suala keçək. Situasiya tipli suala. Mətnə əsasən A çayına uyğun gələn xüsusiyyətləri müəyyən edib cədvəldə yazın. Yəni A çayına uyğun gələn xüsusiyyətlər dedikdə çayın qidalanma mənbəyi, yəni yağış və qar suları, yeraltı sulardır. Bol sulluk vaxtı yaz aylarıdır. Çayın suyundan həm nəqliyyatda istifadə olunur, yəni daxili yük daşınmalar boyu ABŞ dövlətinin, həm də suvarmada əhalinin kənd təsərrüfatında da istifadə olunur. Yəni bu kimi xüsusiyyətləri qeyd edə bilərsiniz. 60-cı son situasiya tipli suala keçək. Mətnə əsasən A çayının adını, ən uzun qollarını və mənbəyinin yerləşdiyi gölü müəyyən edib cədvəldə yazın. A çayının adını ilk növbədən oxuduğumuzda tapdığımız kimi Mississippi çayı. Ən uzun qollarına Missouri, Ohio, Arkansas və mənbəyinin yerləşdiyi göl. Burada 9-cu sinif Şimali Amerikanın daxili suları mövzusuna baxsaq, bu Mississippi çayı ilə bağlı və digər çaylarla bağlı da ətraflı məlumat verilmişdir. Bu da Itasca gölü olacaqdır. Sualların izahını izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı və altdan yorum yazmağı unutmayın.